Salam, əziz vətənlər, dəyərli dostlar, hörmətli xanımlar və bəylər, hörmətli Azərfirdim ailəsi 159.281 kişi, xoş gördünüz namınızı. Nəsə, dostlar, mən son vaxtlar açığı deyim, narazıyam, çünki bu abunə məsələsi həddən artıq zəif gedir. Biz 160 minut həziri həddi aşmalıyıq, mütləq. Bizim başqa yolumuz yoxdur. Lütfən diqqətli olun dostlar. Bugün qonaqlarımız olacaq və qeyri-adi hadisələr baş verir ölkədə. Nəhayət ki, İlham Əliyev öz sözünü dedi. Tərtər haqqında, Tərtər 1767 biz onun şərt adını belə qoymuşuq. Bu, Azərbaycan dövlətinə və Azərbaycan xalqına qarşı böyük bir xəyanət soyqırımıdır. Bu cinayət barədə uzun müddətdir hamı sual verirdi ki, bu niyə danışmır, niyə sözünü demir, nə oldu? Biz açıq deyilməsə dostlar, mən bu cinayətin şəxsən bu qaydada icra edilməsində, nəticəsində İlham Əliyevin oxusunun arvadının maraqlı olduğunu əvvəllər deyəndə, istər zərər çəkmişlər, istər bir çox dostlarım mənə etiraz edirdilər, mənə qınayırdılar. Mən özüm də hətta bəzən şübhə düşürdüm ki, doğrudan mı müharibəyə hazırlaşan bir hökmdar, bir ordu başçısı öz əskər və zabitlərinə, öz ordusuna qarşı bu cinayətləri törədər. Mənim də ürəyimə şübhə düşmüşdü. Amma sonraki hadisələr siyasi proseslərin məhz gedişi nəticəsində Qarabağın qardaş Türkiyənin iştirakı və Rusiyanın susqunluğu ilə həll edilməsindən sonra hamı başa düşdü ki, İlham Əliyevin bu torpaqları azad edilmək fikri zadı olmayıb əvvəlcədən dədəsi kimi. Bu, hakimiyyəti naminə Qarabağ torpaqlarından alver məqsədi ilə istifadə etməyi planlaşdırmışdı. Uzun illər özündən sonra oğlu da bu iş aparmalıydı. Amma geosiyasi proseslər və Türkiyənin regionundakı geosiyasi maraqları və Rusiya ilə qurduğu münasibətlər İlham Əliyevi məcbur elədi. Eləcə də sizlərin məhz 2018-ci ildə Azərfirdim ailəsinin başlığı altında təşkil olunan ya al ya get, bütün dünya Azərbaycanlıların bir araya gəlməsi, bizim keçirdiyimiz o virtual mitinglər İlham Əliyevi qorxuya saldı və onun ağaları, Rusiyadakı ağaları gördülər ki, bu adamın nüfuzu o qədər düşüb və Azərbaycan xalqı o qədər qəzəflidir ki, istənilən vaxt öz vassalını itirə bilər. Ona görə də elə bir addım atıb, elə bir məsələ ilə onun nüfuzunu qaldırmalı idi ki, bu təhlükə aradan soğuşsun, o da yalnız Qarabağ torpaqlarının geri qaytarılması ola bilərdi. Yəni, dədəsinin satdığı torpaqları balasına verməklə onun bu qəhrəman obrazını yaradıb, Azərbaycan xalqının nifrət qazanının ağzını bir boza buraxıb, qaldırıb parı buraxmaq mümkün oldu və bunu elədilər. Azərbaycan xalqının hələ mütləq əksəriyyəti bugün bir çoxu hələ də İlham Əliyevə inanır. Çox təəssüf. Amma İlham Əliyevin dostlar son qərarı onun əsl əxlaqından, kimliyindən, özünün və ailəsinin əxlaqından kimlər verir və sübutdur da bunu da kimsə özünü qanmazlığa qoyacaq, bu onun öz günahıdır. Söhbət nədən gedir dostlar? Söhbət ondan gedir ki, ayın deyəsən 15-də 2 gün bundan qabaq birdən-bir əgöyə bütün televiziyada, ictimai, televizat, hayküy qaldırdılar ki, ala qoyma gəldi, sən demə Qurban Məmmədovun haqqında cinayət işi qaldırıblar, Qurban Məmmədovla dəvət edirlər ora baş prokurorluğa, aprel ayının əmniyyət və özdə Kamran Əliyev o danabaş eşək xahiş edir ki, Qurban gələndə özünlə bərabər öz əleyhinə olan sübutlar da yeri gətir. Və bunu elə-belə bir ajot çeviriblər ki, güya bu dəqiqə kimsə gətirirlər, aparırlar. Ola bilsin, mən bir söz demirəm, ola bilsin ki, kimsə artıq danışıb, Azərbaycana qayıtmaq razılaşıblar, alver ediblər. Kimsə gedəcək öz işidir, yaxşı yol, kimsə banılma olmaz. Ola bilsin ki, kiminsə alınması deportasiyası ilə bağlı artıq Avropada hansısa dövlətlərlə razılığa gəlinir. Bu da onun öz şeydir, amma mən hesab edirəm ki, bu hayküy
daha çox sizləri qorxutmaq üçün, Azərbaycan xalqını qorxutmaq üçün. Onlar heç. Amma baxın, bugün mənim haqqımda belə bir əşq qaldırdıq, ay nə bilim, Qurban Məmmədov axtarışa verildiyi haqqında qiyabi istintaq edəcək, neynəcək? Mən haqqımda qiyabi istintaq getməyinə imkan vermərəm. Ay Danabaş, eşşək, Kamran Əliyev. Mən onlayn narahat olmasam, bütün istintaq proseslərində, məhkəmələrində iştirak edəcəm, iştirak etməyə hazıram. Bunu buradan bəyan edirəm ki, gələcəkdə bunu da dediyim indi Abunov məhkəməsinə təqdim edeyim lazım, beynəlxalq təşkilatlara təqdim edeyim ki, mən istintaqdan heç vaxt gizlənməmişəm, gizlənmə fikrim də yoxdur. Sizinlə istənilən məsələni müzakirə etməyə, istənilən istintaqın gedişində yüzləşməyə hazıram. Siz məni belə şeylərini çəkindir, qorxuda bilməzsiniz. Burada sizin niyyətiniz Azərbaycan xalqını qorxutmaqdırsa, qeyrəti namusu olan çoxdan qorxubdur. Sizin bu əlavə xoxunuza ehtiyac yoxdur. Qorxan olsa qorxacaqdır. Ləyəqətsiz adam ləyəqətsizdir. Sən öldürsən də zorla onu ləyəqət verə bilməzsən. Şərəf və ləyəqət satılmır. Adamda ya var ya yoxdur əsəlam. Azərbaycan xalqında kim ləyəqəti şərəfi itiribdir, bu rejimə dözür, onun ölçüdür. Amma mən 100% bilirəm ki, bu millətin 99% şərəfli və ləyəqətli insandır və sənin rejiminə İlham Əliyev dözmür və dözmə fikrində də deyil. Tezliklə sənin taxtacın başına devriləcək. Buna şübhən olmasın. Sən Səddamın, Qəddafinin taleyini, Bəşər Əsəd qardaşımın taleyini mütləq yaşayacaqsan, buna da şübhən olmasın. Amma baxın dostlar, burada mənim haqqımda cinayət işi qaldırılır. Orada İlham Aslanoğlu'nu həbs elətdirir. Tərtər işini açan adamı həbs elətdirir. Tərtər işinin açılmasına mane olan, zərər çəkmişlərə parçalayan, Allah'ın başını fırladan Rəsul Cəfərov adlı gədiyə vəkillik statusu verir. Arvadını vəkil edir. Burada mənim haqqımda cinayət işi qaldırır. Oradan isə Xanlar Vəliyevə orden verir. Vətənə xidmət ordeni. Sonra da girələnirsiniz ki, ölkənin bu vəziyyətdədir. Niyə qayda qanunu yoxdur? Adamlar, qayda qanunu necə ola bilər ki, ölkənin başçısı həyasızcasına açıq şəkildə deyir ki, necə ki, mən hakimiyyətdəyəm, polis cəzalandırıla bilməz və dədəsinin də vaxtı ilə elan elədiyi dövlət idarəçiliyi metodunu hamınız bilirsiniz. Kimisə çıxartmaq istəyirəmsə, onu heç kəs bilmir. Amma kimisə qəzetdə yazırlar ki, o çıxarılacaqdır. O bilsin ki, onun vəziyyəti daha da yaxşılaşır. Eşidirsiz dostlar, nə qədər həyasız, murdar adam olursan ki, bir dövlət başçısı oturursan, belə danışasan. Ay adamlar, ay insanlara, özünüzdə bir azacıq özünüzdə şəxsiyyətiniz, hörmətiniz varsa, bunu qanıb başa düşməmək, eşşəklik başa düşürsünüz məni. Adam həyasızcasına deyir ki, kimin haqqında yazırlarsa, ki çıxmalı çıxacaq neynəcək, yəni tənqid kim eləyirlərsə, bunu çıxartmayacaqım. Onu mən çıxartmayacağım. Əgər bir balaca doğrudan da o adama mənim iradımda olsa, o qəzetdə yazılana görə mən o iradı da bağışlayacağım ki. Eşidir. Siz eşidirsiniz də deyir adam. Hətta deyir, mənim bir iradım varsa bir adama, bir məmura, qəzet yazırsa, xalq yəni, etiraz edirsə, tüpürürüm o xalqın üzünə, deyirəm o uğraşsansa, xalq, ot yerindəsən, xalq, insan deyilsən, heyvan sürüsüsən, Azərbaycan xalqı. Mən iradım olsa da onu çıxartmayacağım. Qoy bu cürə yola getməsinlər. Bu mənim ümumi sözüm. Eşirsiniz, qoy bu yola getməsinlər. Yəni, mənim rüşvətxorluğumu məmurlar tənqid edəməsinlər. Budur, dövlət idarəçilinə, Azərbaycan xalqına bu ailənin münasibəti budur. Sən kimsən? Sən özün kimsən? Burada balta qulaq assan mənə. Sən özün kimsən? Bir güzgə bax, mütləq xahiş edirəm, hər vaxtı kişili. Bax, soruşduran ki, sən ay güzgüdəki, ay aynədəki. Sən insansanmı? Sənin şəxsiyyətin varmı? Sənin ləyəqətin varmı? Varsa, bu binamus ailəyə niyə dözürsən sən? Bu əxlaqsızlığa niyə dözürsən sən? Dövlət belə mi idarə olunur? Dövlət başçısı belə bir şey deyər, açılar. Yox, bu dövlət deyil.
O ki qaldı Usubova. Usubov 94 Usubov birisi kimdir? Usubov dövrün Dağışlar naziri. Törətmədiyi cinayət qalmadı. Bunun ucunda Hacı Məmmədov adlı bir banda başçısı uzun müddət insan oğurluğuna məşğul oldu. Bir mərtəbədə oturmuşdular. İş otaqlarının arasında cəmisi 3 dənə ədəbi otaq var idi. Dağışlar naziri yox, xəbəri yoxdur. Halbuki 100% xəbəri var idi və həmin o cinayətkar dəstənin də başında duran elə İlham Heydəriyevin özüydü. Bunu da Ramil Usubov dədəsi öləndən sonra tüpürdü şapalağını qoydu İlham Əliyevin qulağının dibinə ki, şərəfsiz, sənin dədən cinayətkarları idarə edirdi, mənə tapşırdı, mən də o cinayəti törədirdim. Abuzarov mən qaçmışam, kimin tapşırığı ilə? İlham, dədənin tapşırığı ilə. Həmin Ramildən danışır bu. 94-cü ildən sən. 94-cü ildə təyin olunubdur. General Usubov çox dəyərli insandır və çox da yaxşı işləyir. Ümumiyyətcə mən Daxili İşlər Nazirliyinin işindən razıyam. O ki qaldı Usubova, yenə də deyirəm, mən buna etibar eləmişəm və etibar eləyirəm və güman edirəm ki, öz işləri ilə bu elə özünü göstərəcək ki, bundan sonra da etibar eləyəcəm. Eşirsiniz? Yəni ki, sən mənə köpək kimi sədaqətli olub dediyim cinayətləri törədəcəksənsə, jurnalistlərin ağzından atıb Ziya Bünyadov kimi dahi bir şəxsiyyəti öldürəcəksənsə, vurduracaqsansa, təşkil edəcəksənsə, Abuzarovu qaçırdacaqsansa, mən desə edəcəm, mən səni qoruyacağam. Nə qədər ki, mən varam, Usubovda var. Heç də narahat olmayın. Mənim də varlığıma sizin heç biriniz şübhə eləyə bilməzsiniz. Eşidirsiniz dostlar? Deməli, o vaxt mətbuat Ramil Usubovun Daxışlar Nazirliyinin cinayətçilərindən yazır. Bu da hırtıldıya, mən deyiniz ki, varam, bu da var məsələn. Bu, Azərbaycan xalqına meydan oxumaqda dostlar. İndi eyni həyasızlığı oğlu İlham Əliyev eləyir. Gəlini mehriban eləyir. Neçə vaxt hamı deyir ki, bu xanları niyə tutmurlar? Tutmaqlar rəhmətlinin oğlu. Bu adam Azərbaycan xalqının iradəsini sındırmaq üçün dostlar, mən başa düşürəm, bilirəm ki, bu məlumatı oxuyan, eşidən hər bir Azərbaycanlının içində bir boşluq yaranır, bir köməksizlik sindromu mənə gəlir, yaşanır. Ki, bu nədir, bu qədər cinayətdə törədən bir alçağın birinə adam orden verir. 70 yaşın tamam olub, martın 15-də Xanlar Vəliyevin 70 yaş tamam olub, bu adamın orden verir. Mən bilirəm nə baş verir siyasətdə. Bunu gözəl anlayıram bu metodu. Əla bilirəm mən istəyirəm. Sən də biləsən ki, bu metod xalqın iradəsini sındırmaq metodudur. Vaxtilə DTK, KGB tərəfindən, Moskva tərəfindən hazırlanmış və dünyanın bütün ölkələri tərəfindən tətbiq olunan çox ciddi və effektli sosial siyasi metoddur. Sosiologiyada bəlkə də ən böyük kəşflərdən biridir bu. Bilmirəm hansı namussuz alim bunu kəşf edib, amma effektli metoddur. İstənilən, o həmişə deyirlər, o fillə bağlı, o qazanılmış çarəsizlik sindromu deyirlər sosiologiyada bundan, psixologiyada bir var adam anadan gələndən psixiatr, bir də var sonra qazanılmadır, sonradandır. Bunu demək üçün film balaca vaxtı ayağın bağlayırlar, hatta artır asa bilmiş, böyüyəndə də cəhd eləmir. Həmin şeyi Azərbaycan xalqına qarşı əvvəl dədəsi, indi də özü ardıcıl olaraq tətbiq edir. Baş prokurorun müavini Hərbi Prokuror Adliyə General Leytenant Xanlar Rüstəmoğlu Vəliyev birinci dərəcəli vətənə xidmətə görə ordeniyə təltif edilib. Əziz vətənlər, bilməlisiniz ki, bundan sonra Azərbaycanda vətənə xidmət deyəndə Azərbaycan əskər və zabitinin lom soxmaq deməkdir. İstəyirsənsə oradan arasın lom sox. Get, əskəri zorla, cinsi əlaqədar əskərindən çək video göndər, mehriban tamaşa eləsin. Və istəyirəm sənə orada verəcəklər. İştəsiz məni. Get bir dənə əskəri, Azərbaycan əskəri zabitini zorla, o sonra onun bayrağını üstə zorlasan daha yaxşı sənə orada verəcəklər. Birinci dədəli, 5-ci dədəli. Amma onu göndərməsən mütləq mehriban tamaşa eləsin. Baxsın ki, sən necə zorluyursan bir əskəri. Başa düşdünüz? Anladınız məni? Budur, vəziyyət budur dostlar. Vəziyyət budur.